Azərbaycanda etibarlı tərəfdaşlar gömrük haqqını hissə-hissə ödəyə biləcəklər. Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Bakıda keçirilən Gömrük Biznes Forumu 2025 Dialoq və Etimad adlı tədbirdə bildirib. Qeyd edib ki, bu bir neçə gün əvvəl dövlət başçısının imzaladığı etibarlı tərəfdaş konsepsiyası ilə mümkün olacaq. Onun sözlərinə görə, sənəd sahibkarlıq subyektlərinin maraqlarının qorunmasını, gəlir sahələrinin artırılmasını və gömrük xidmətlərinin modernləşməsini təmin edəcək. Etibarlı tərəfdaşlıq modeli normativ hüquqi aktların tələblərinə riayət edən, dövlət tərəfindən onlara verilmiş imkanlardan istifadə edən iqtisadi subyektlər üçün tətbiq olunur. Bu biznesin etimadını gücləndirir, özünü qiymətləndirmə institutunun inkişafına təkan verir. Konsepsiya çərçivəsində etibarlı tərəfdaşlara gömrük ödənişlərinin hissə-hissə ödənilməsi, dəstək proqramlarının hazırlanması, mütəxəssislərin formalaşdırılması və maarifləndirmə tədbirləri təmin ediləcəkdir. Forumda Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən hazırlanan gömrük rəsmiləşdirilməsi platformasının yeni rəqəmsal həlləri, rəqəmsal əməkdaşlıq platforması layihələrinin təqdimatı keçirilib. Sözgedən sistem malın gömrük dəyərinin rəqəmsal və obyektiv, yəni standartlara uyğun, ölçülə bilən kriteriyalar əsasında müəyyən edilməsini təmin edir. Bu, gömrük dəyərinin təyin edilməsində subyektivlikləri azaldır, sahibkarlar üçün proqnozlaşdırmanı asanlaşdırır. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov jurnalistlərin müsahibəsi zamanı bildirib ki, bu layihələr daha mükəmməl gömrük dəyərləndirilməsi prosesini təmin edir. Gömrük dəyərinin formalaşması və bəyannamə əsasında qiymətləndirilməsi prosesi həyata keçirilir. Yeni platforma imkan verəcək ki, gömrük dəyərinin müəyyən edilməsi üçün müxtəlif mənbələrdən istifadə edilsin. Gömrük dəyərinin müəyyən olunmasına müxtəlif mənbələrdən istifadə olunur və yəni ki, satış mənbələrdən, marketlərdən, deməli, ticarət mərkəzlərindən mən beynəlxalq market şəbəkələrini nəzərdə tuturam və orada formalaşan qiymətlər, auksion qiymətləri, birja qiymətləri də bu müxtəlif mənbələrdən istifadə etməklə gömrük dəyərinin formalaşması təmin olunur. O cümlədən də daşıma xərclərinin formalaşması üçün bilirsiniz ki, gömrük dəyərində, yəni daşıma xərcləri də bir önəm daşıyır, daşımaya sərf olunan xərclər də ümumi gömrük dəyərinin formalaşmasına təsir edir. Bu baxımdan sistem məhz bu dəyərləndirmə prosesini də tənzimləyəcək. Şahin Bağırov onu da qeyd edib ki, gömrükdə avtomatlaşdırılmış risk analizi sisteminin tətbiqi nəticəsində sərhəd keçmə müddətinin 25% azalmasına nail olunub. İslam Əşrəfov, Yusif Kərimli, Üzeyir Ağayev, Xəzər xəbər.